Salam herkese. Bugün bizim yeni mövzumuz vətəndaşlıq və demokratiyadır. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Hüquqi dövlətdə demokratik proseslər, vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən onu qeyd etmək olar ki, burada şagirdə əlaqələrin üfüqi əlaqələrə və əksinə çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə bəzi vətəndaş cəmiyyəti strukturları, parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır. Totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir. İctimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Bugünlük bu kadar. İnşallah gələn videolarda yine görüşərik. Sağ olun. Salam hər kəsə. Bugün Azərbaycan Respublikasının vətəndaşlığı haqqında hüququndan danışacağıq, yəni qanunundan. Məqsədi yalnız həmin ölkənin vətəndaşlığı qəbulu edərkən bu barədə Azərbaycan hakimiyyəti orqanlarını məlumatlandırmaları sayəsində məsuliyyətli artırmaqdır. Yurdumuzda gözü olan düşmənlərin qəlbimizdəki vətən sevgisinin gücü, vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyir ki, ölkəmdə yəni istəyirəm ki, bir iş yeri açılsın. Bütün əngəlli olan insanlar o işdən uğurlu, başarılı bir işləsinlər də hər kəs. Yəni sağlam insandan geri qalmasınlar. İnşallah da gələcəkdə bir iş yeri açılırlar. Başqa projelərə də bizi də dəvət edərlər. Yəni ölkəmdə istədiyim tək şey yəni bu. Başqa şeylər də istəyirəm, amma ən çox istədiyim iş yeri açılmasıdır. Yəni biz də bu iş yerindən yəni faydalanaq.